Bismillahirrahmanirrahim. Quran düşmənlərini onun kimisini gətirməyə səsləyibmi? Quran bir neçə surəsində düşmənlərini onun surələri kimi surələr gətirməyə səsləmişdir. Bununla əlaqədar olaraq bu ayələrə diqqət yetirək. İsra surəsinin 88-ci ayəsində deyilir. Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün birləşsələr, bir-birinə kömək etsələr də onun bənzərini gətirə bilməzlər. Yunus surəsinin 38-ci ayəsində deyilir. Onlar, o, Quranı yalandan Allaha istinad edir, deyirlər. Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın. Bəqərə surəsinin 24-cü ayəsində də bu barədə danışılır. Ayələrdə göründüyü kimi, Quran açıq şəkildə və tam qətiyyətlə düşmənlərini mübarizəyə dəvət edir. Özü də bu dəvət elə bir formada edilmişdir ki, qarşı tərəfi mübarizəyə təhrik edərək həvəsləndirmişdir. Bu ayələrdə elə ifadələr işlədilmişdir ki, qarşı tərəfin sanki mənliyinə toxunulmuşdur. Həmin ifadələr bunlardır. Əgər doğru deyirsinizsə, siz də onun kimi özünüzdən 10 surə uydurub gətirin. Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin. Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın. Əgər insanlar və cinlər birləşsələr, onun bənzərini gətirə bilməzlər. Bu mübarizə təkcə əbədi və ya dini mübarizə deyil, eyni zamanda siyasi, iqtisadi və ictimai bir mübarizə olmuşdu. Hətta qarşı tərəfin varlığı da bu mübarizədən asılı idi. Başqa sözlə desək, olduqca həyati önəm kəsb edən bu mübarizə Quranı qəbul etməyənlərin taleyini həll edirdi. Belə ki, qalib gələcəkləri təqdirdə hər şey sahib olacaq, məğlub olacaqları təqdirdə isə ixtiyarlarında olan hər şey əllərindən çıxacaqdı. Bütün bunları nəzərə alaraq, onların Quranın qarşısında susub təslim olmaları bu səmavi kitabın möcüzə olmasına ən böyük sübutdur. Onu da qeyd etmək lazımdır ki, bu ayələr müəyyən zaman və məkana xas deyil, bütün zamanlara, hər yerə şamil olub, bütün elm mərkəzlərini mübarizəyə səsləmiş, indi də səsləməkdə davam edir. Quranın bənzərini gətirməyə çalışanlar. İslam tarixinə diqqət yetirdikdə görürük ki, müsəlman ölkələrində, hətta Həzrət Peyğəmbər Salavatıllahın sağlığında, eləcə də vəfatından sonra Məkkədə və Mədinənin özündə də müsəlmanları zəiflətməyə çalışan inadkar yəhudi və xaçpərəstlər yaşamışlar. Hələ müsəlmanların arasında da özlərini mömin kimi qələmə verən, lakin Quranın münafiq adlandırdığı şəxslər də olmuşdur ki, onlar kafirlərin mənafiyi üçün səy göstərirdilər. İstər münafiqlər olsun, istərsə də kafirlər, müsəlmanları daim diqqət mərkəzində saxlayır, müsəlmanların əleyhinə olan istənilən işi dəstəkləyirdilər. Şübhəsiz ki, onlar Qurana bənzər bir kitab tapmış olsaydılar, onu yayar ya da heç olmasa qoruyub saxlamağa çalışardılar. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.